Pula görə bir yerdəsən mənə? Hə, mənə maraqlı deyil də, yəni təcil atmalısan. Sevgilimə zəng elə. Nə qədər pul atdıra bilsən, eyni məbləği mən sənə verirəm. Sevgilim var? Var. Ən sonuncu dəfə nə qədər sənə pul atır? Ən axırıncı dəfə 500 manat. 500 manat. Bəs sən səni zəng eləsən nə qədər pul ata bilər sənə? Nə qədər istəsəm o qədər. Yəni kartında həmişə pul var deyirsən. Sevgili yığacaqsan, nə qədər pul atdıra bilsən, eyni məbləği mən sənə verəcəm və məndən bir sumka pul qazanacaqsan. Razısan? Razıyam. Sevgilimə güvənirsən? Çox. Yəni atacaq deyirsən. 100%. Atsa əli boş getməyəcəksən, məndən bir sumka pul və nə qədər pul atsa, eyni məbləği mən sənə verəcəm. Zəng elə. Bir şey kimi atacaq bilirəm. Bəli. Həyatım hardasan? Heç nə maşınla yerəm Səhər rayonu. Sən harasın, yeyirsən? Heç nə, yaxşıyam. Bir şey deyim. Mənə təcili 1000 manat pul lazımdır. Yata bilərsən indi. Nə qədər? 1000 manat. 1000? Aha. Mən həyatı 1000 manatı yanmayan görmüşəm, başqa dömsən ay ayətəsin. Yaxşı da indi 1000 manat təcili at. Lazımdır, Amma sroçno. mən əslində nə qədər kişi varamsın, yıxsan onun cibində 1000 manat yoxdur, Allah. Da. Yəni heç olmasa belə 100 zat desən, indi şeydəyəm, qabaqda 100 manat mənim bir saatlıq xərcim deyil. Nədən istəsən 1000 manat at mənə təcili. Heç nə də. Olan budur da, yəni ayətəsin, sən belə istəsən ayrıl nə. Hə, mənə maraqlı deyil də, yəni təcil atmalısan. Yaxşı deyirsən, nə lazımdır? Sən nə edirsən bu? Təcili lazımdır da sən o, mən sənə həmişə atıb verməmişəm axı pul istəyəndə. Heç olmasa 300 düzəldirəm, prosta 1000 zat alınmır. Amma mən trastdayım indi. Trastda deyəndə, yəni maşın sürəm də. Hardasa bir saat verəcəm. Olar? Yaxşı, nəysə, yaxşı. Nəysə də elə sifət edirsən ki, pula görə bir yerdəsən mənə. Nəysə də atarsan. Yaxşı, kartı at. Bəs yaxşı 1000 manat atıbsa, indi niyə? Normalda yəni nə vaxt desəm həmişə atır. Atmalıdır da, yəni onun borcu da atmalıdır, amma niyə belə elədi bu dəfə bilmirəm. Sevgilin sənə pul atmasa da full komandası sənə boş yola salınır. Bir sumka ağız dolu full qazandın, full komandasından sənə hədiyyə. Amma sevgilin sənə pul atsaydı, eyni məbləği mən sənə verəcəkdim. Hətta fullun rəsmi TikTok səhifəsini izləyirsənsə, pulu 2 qat edib, 2 qat yəni sənə 2000 manat full komandası adından verəcəkdik. Çox təəssüf, amma eybi yox. Bəs siz sevgilinizə zəng eləsəniz nə qədər pul atardı, kommentlərdə yazmağı unutmayın və pulun rəsmi TikTok səhifəsini izləməyi unutmayın. Hər an, hər yerdə qabağınıza çıxa bilərəm.